Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü mövzumuz elektrik enerjisi və sadə elektrik dövrəsidir. Elektrik enerjisi ən rahat və ucuz enerji növüdür. Bu enerji növündən biz həm məişətdə, həm sənayedə, həm xalq təsərrüfatında geniş şəkildə istifadə edirik. Müasir sənaye və məişət maşınlarının işlənməsi üçün elektrik enerji mənbəyi lazımdır. Baxın müəllimlər, müasir sənaye və məişət maşınlarının işlənməsi üçün bizə lazım olan elektrik enerjisinin mənbələri burada qeyd olunub. Qalvanik element, qalvanik elementlər batareyası, akkumulyator və elektrik generatoru. Bu şəkildə göstərilən elektrik enerjisinin mənbələri məişətdə, məişət maşınlarında istifadə edilən enerji mənbələridir. Yüklənmiş hissəciklərin, yəni elektronların istiqamətdə hərəkəti elektrik cəryanı adlanır. Elektrik enerjisi mənbəyi isə cəryan mənbəyi adlanır. İstifadə etdiyimiz elektrik enerjisi elektrik stansiyalarında xüsusi generatorlar vasitəsilə istehsal edilir. Elektrik stansiyaları yanacaqdan və axarsudan əmələ gələn enerjini istehsalatda və məişətdə istifadə etdiyimiz elektrikə çevirən yerlərdir. Azərbaycanda Mingəçevir su elektrik stansiyası və İstilik elektrik Şirvan şəhərində yerləşən İstilik elektrik stansiyası mövcuddur. İstilik elektrik stansiyası digər elektrik stansiyalara nisbətən daha güclüdür. Yanacaqla işləyir. Yəni kömür və torfla işləyir. Bu stansiyalarda yandırma zamanı bir və ya bir neçə generatorun pərini fırladan isti buxar axını yaranır ki, o da müxtəlif cihaz və qurğular vasitəsilə elektrik enerjisinə çevrilir. Son vaxtlar müəllimlər atomdan da elektrik enerjisi əldə edilir. Atom elektrik stansiyaları da geniş istifadə olunur. Generatorda alınmış elektrik cəryanı istifadəçiyə hündür metal sütunu olan, baxın burada göstərilir, hündür metal sütunu olan direklərlə çəkilmiş naqillər vasitəsilə. Görürsünüz, bu naqillər vasitəsilə istifadəçilərə elektrik enerjisi ötürülür. Elektrik enerjisi öncə elektrik cəryanı transformatora daxil olur. Burada cəryanın ötürülməsi zamanı itkini azaltmaq məqsədi ilə yüksək gərginlik yaradılır. Ev dövrəsinə daxil olmamışdan əvvəl isə elektrik cəryanının gərginliyi transformatorlarda tənzimlənməlidir. Daha sonra ev dövrəsinə daxil olmalıdır. Elektrik enerjisinin elektrik qəbul ediciləri dedikdə nə nəzərdə tutulur? Elektrik enerjisinin elektrik qəbul ediciləri, yəni bizim məişətdə istifadə etdiyimiz bütün elektriklə işləyən cihazlar, qurğular bura daxil edilə bilər. Məsələn, elektrik ütüsüdür, televizordur, toz sorandır, paltar yuyan maşınlardır. Bunların hamısı elektrik enerjisinin elektrik qəbul ediciləri hesab edilir. Daha sonra bu cihazların köməyi ilə elektrik enerjisi işığa, məsələn, lampa vasitəsilə işığa çevrilir, isti batareyalar vasitəsilə istiliyə, radiodur, televizordur, səsə, görüntüyə və yaxud da ki, texnoloji maşınlardır, mexaniki hərəkətə çevirə bilir. Elektrik qəbul edicilərini mənbəyə qoşmaq, ayırmaq üçün idarəedici cihazlardan, yəni elektrik açarından, qoruyucularından istifadə edilir. Elektrik enerjisinin mənbələri, elektrik qəbul ediciləri və idarəedici cihazları bir-biri ilə elektrik naqilləri ilə, yəni ötürücülərlə birləşdirib elektrik dövrəsini təşkil edir. Elektrik dövrəsinə daxil olan bütün qurğularda elektrik dövrəsinin elementləri hesab edilir. Elektrik cəryanı naqillərlə mənbədən elektrik qəbul edicisinə yalnız dövrə qapalı olduğu halda daxil ola bilər. Yəni açıq olduğu halda daxil ola bilməz. Yalnız dövrə qapalı olduqda daxil ola bilər. Baxın müəllimlər, burada sadə elektrik dövrəsi göstərilmişdir. Baxın, burada göstərilib cəryan mənbəyi, lampa,
açar, naqillər. Baxın, bu açar qapalı vəziyyətə gəlsə, bizim lampamız işıqlanacaq. Ona görə biz deyirik ki, dövrə qapalı olduqda işıq, elektrik gələ bilər, keçə bilər. Yoxsa bu dövrə açıq olduqda, açarımız açıq olduqda bizim lampamız işıqlana bilməz. Elektrik dövrəsində verilən işarələr, şərti işarələr elektrik dövrəsinin sxemini təşkil edir. Cədvəldə elektrik sxeminin şərti qrafik təsviri qeyd olunub. Baxın müəllimlər, bizə sadə elektrik dövrəsini təşkil edən əsas elementləri bilsək, bizə yetərlidir. Bunlar hansılardır? Cəryan mənbəyidir, közərmə lampasıdır, açardır, naqildir. Yəni, sadə elektrik dövrəsinin elementlərinin şərti qrafik təsvirlərini mütləqdir ki, biz bilməliyik. Cəryan mənbəyinin şərti qrafik təsviri, közərmə lampasının şərti qrafik təsviri, açar, bir də naqillər. Bu verilən elementlər sadə elektrik dövrəsini təşkil edir. Elektrik sxemləri müəllimlər prinsipal və montajlı olur. Əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipini göstərmək lazımdırsa, onun prinsipal sxemini çəkirik. Baxın, əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipini göstərmək lazımdırsa, onun prinsipal sxemi çəkilir. Yox, əgər elektrik dövrəsinin yığılma sxemi, baxın, yığılmasını deyirsə, montajlı sxemini bizdən istəyir. Bir daha təkrar edirəm. Əgər sxemdə dövrə elementlərinin birləşmə prinsipini, yəni biz birləşmə prinsipini şərti olaraq göstəririk ki, bu onun birləşmə prinsipidir. Bu oldu onun prinsipal sxemi. Yox desək ki, elektrik dövrəsinin yığılma sxemini istəyirsə, biz də bu zaman montajlı sxemini götürürük. Montajlı sxemdə elementlərin bir-birinə nisbətən dəqiq yerləşməsi, görürsünüz, elementləri hansılardır? Cəryan mənbəyidir, lampadır, açardır. Yəni, bu elementlərin bir-birinə nisbətən dəqiq yerləşməsini, dövrədə birləşdirmə qaydasını əgər istəyirsə, bu zaman onun montajlı sxemini bizdən istəmiş olur. Elektrik dövrəsinin elementləri montaj sxemində təsvir kimi verilir. Baxın, təsvir kimi verilən montajlı sxemdir. Prinsipal sxemi isə, yəni ki, bizim dövrə elementlərinin birləşmə prinsipini göstəririk. Biz deyirik ki, birləşmə prinsipi budur. Bu prinsipal sxemidir. Yox, əgər birləşmə prinsipinin bizə dəqiq yerləşməsini, yəni bu sxemdə elementlərinin bir-birinə dəqiq yerləşmə formasını soruşursa, onların dövrədə birləşmə qaydasını soruşursa, yəni montajlı sxemində əgər elektrik dövrəsinin elementlərinin təsvirini soruşursa, o zaman da biz montajlı sxemini götürürük. Daha sonra müəllimlər təhlükəsizlik qaydaları var ki, burada ona da nəzər salaq. Elektrik cəryanı insan həyatı üçün çox təhlükəlidir. Elektrik dövrəsinin elementləri, xüsusilə də elektrik enerjisi mənbəyi ilə işləyəndə ehtiyatlı və diqqətli olmalıyıq. Yəni, əllə elektrik naqillərinə toxunmaq olmaz. Elektriklə işləmək bilirik ki, çox təhlükəlidir. Ona görə də təhlükəsizlik qaydalarına mütləq riayət etməliyik.